Təsəvvür edin, ölkədə hardasa 50-yə yaxın ali təhsil müəssisəsi var. Və bunlara çöldən baxanda, yəni hər şey hala görünür də. Hə, adətən elə olur. Bəli, yəni demək olar ki, hamısında belə xüsusi innovasiya və elm şöbələri, böyük-böyük adları olan prorektorluqlar falan açılıb. Amma qlobal reytinqlərə baxanda Mənzərə tam fərqlidir. tam fərqlidir. Artıq 20 ildir ki, yerimizdə sayırıq. Dünyanın ən yaxşı universitetlər, bilirsiniz, milyardlarla dollarlıq patentlər satır, texnologiyalar kəşf edir. Bizdəkilər isə sanki yalnız tələbənin ödədiyi təhsil haqqından asılı qalıb. Düzdür, bu çox ciddi bir təzaddır. Bugünkü dərin təhlilimizdə məhz bunun səbəblərini axtaracağıq. Missiyamız aydındır. İlham Əhmədovun Təhsildə səhv strategiya və səmərəsiz idarəetmənin nəticələri adlı məqaləsini masaya qoyuruq və ali təhsil sistemimizdəki bu böhranın əsl mexanizmlərini, yəni kökünü anlamağa çalışacağıq. Aha. Çünki bu sadəcə quru bir akademik mövzu deyil. Qətiyyən. Bu, birbaşa sizi dinləyən hər kəsi maraqlandıran bir şeydir. Sizin karyeranız, övladlarınızın gələcəyi, ölkənin insan kapitalı necə formalaşır? Məsələ budur. Və məqalədə çox maraqlı bir iddia var. Hansını nəzərdə tutursunuz? Müəllif deyir ki, ölkənin beynəlxalq nüfuzunu əslində idman yarışları yox, elm formalaşdırmalıdır. Və məni ən çox təəccübləndirən bir məqam oldu burada. Mən həmişə elə bilirdim ki, bəlkə də problemi həll etmək üçün əlimizdə kifayət qədər data, yəni məlumat yoxdur. Baxın, əslində ən böyük illüziyalardan biri də elə budur. Biz tez-tez düşünürük ki, yəqin qurumların xəbəri yoxdur və ya məlumatsızdılar. Aha, həmişə belə bir bəhanə olur. Amma məqalə çox dəqiq bir faktı vurğulayır. Dövlət İmtahan Mərkəzi, yəni qısaca DİM, artıq 25 ildir ki, mütəmadi fəaliyyət göstərir və onlar ölkənin təhsil mənzərəsinə dair inanılmaz həcmdə datalar toplayırlar. 25 ildir. Bəli, tam 25 il. Hər il məzunların göstəriciləri, hansı ixtisasların seçildiyi, ballar hamısı ictimailəşdirilir. Yəni, xəstənin diaqnozu üçün lazım olan bütün analiz cavabları ortadadır, masanın üzərindədir. Bir dəqiqə, yəni demək istəyirsiniz ki, rəqəmlər hər il yığılır, dərc olunur, amma heç kim oturub demir ki, aha, bizim riyaziyyat göstəricilərimiz filan regionda niyə düşür? Tam olaraq belədir. Problem məlumatın olmamasında deyil, ondan necə istifadə edilməsindədir. Müəllif iddia edir ki, Elm və Təhsil Nazirliyi hələ də bu 25 illik böyük bazanı sistemli təhlil edə bilməyib. Yəni ortada real bir qərar və ya işlək bir strategiya yoxdur. Vay, yəni data var, amma onu emal edəcək beyin yoxdur. Datanı sadəcə arxivləşdirmək üçün yığmırlar axı. Ondan hərəkət planı çıxarmalısan. Əgər o rəqəmləri analiz edəcək tədqiqat institutları, mərkəzlər yoxdursa, o zaman data elə kağız üzərindəki mürəkkəb olaraq qalır. Görürəm, şəhərin ən bahalı otellərində keçirilən o möhtəşəm təhsil forumları, beynəlxalq konfranslar filan. Hə, o təmtəraqlı tədbirlər. Bəli, fasad çox parıltılıdır. Gözəl slaydlar, qəhvə fasilələri, bəlağətli çıxışlar. Amma məqalə müəllifi deyir ki, bu forumların real proseslərə sıfır təsiri var. Hətta qeyd edir ki, orada danışanların əksəriyyəti heç təhsil mütəxəssisi də deyil. Düzdür. Bəs əgər bizdə təhsili tədqiq edən heç bir elmi mərkəz yoxdursa, bu adamlar o tribunaya çıxıb nə danışırlar? Yəni, nəyə əsaslanırlar? Baxın, bu İdarə etmədə fəaliyyətsizliyi ört-bastır etməyin çox klassik bir yoludur. Fəaliyyətin özünü yox, sadəcə illüziyasını yaratmaq. Məqalədə çox acı bir fakt var, bilirsiniz. Nədir o? Bütün ölkə boyu ali təhsilin problemlərini elmi şəkildə araşdıran bircə dənə də olsun müstəqil beyin mərkəzi və ya laboratoriya yoxdur. Hətta akademik debatların aparılacağı bir dənə də ali təhsilə dair elmi jurnalımız yoxdur. Ciddi deyirsiniz, bircə dənə də jurnal yoxdur? Bəli, yoxdur. İndi özünüz fikirləşin. Elmi araşdırma yoxdursa, təhlil yoxdursa, forumlardakı o çıxışlar nədən ibarət olur? Çox vaxt məmurların subyektiv fikirlərindən və ya mənə elə gəlir ki, yanaşmasından, ya da sadəcə xarici trendləri tərcümə edib danışırlar. Bu, bilirsiniz, mənə nəyə xatırladır? Təsəvvür edin, bir şəhərdə nəhəng, belə şüşəli, ən son texnologiya ilə təchiz olunmuş bir havalimanı terminalı tikirsiniz. İçəridə kafelər, eskalatorlar, gözləmə zalları, hər şey var.
Amma bir problem var. O şəhərdə hələ heç kim təyyarə icad etməyib. Yəni təyyarə yoxdur axı. Çox dəqiq müqayisədir. Əgər ortada uçacaq bir aparat yoxdursa, o infrastrukturun nə mənası var? Təhsil forumlarımızda elə bil o boş hava limanına bənzəyir, uçuşlardan danışırıq, amma təyyarə yoxdur. Bəs yaxşı, təməl yoxdursa, bu sistem necə maliyyələşir? Bax, ən yaralı yerə gəldik. Çünki hər şeyin kökündə pul dayanır da. Məqalədə publik hüquqi şəxs və ya qısaca PHŞ adlanan bir statusdan bəhs edilir. Universitetlərin bu statusa keçirilməsi, mən burada biraz çaşbaş qaldım əslində. Niyə ki? Çünki qərb praktikasına baxanda, məsələn, Avropada universitetlərin dövlətdən müstəqil olması yaxşı bir şey sayılır axı. Niyə müəllif bu PHŞ keçidini belə fəlakət kimi qələmə verir? Sizin çaşqınlığınız çox normaldır. Çünki kağız üzərində müstəqillik həmsə cəlbedici səslənir. Amma gəlin o qərb modelinə baxaq. Orada dövlət universitetə müstəqillik verəndə eyni zamanda ona nəhəng bir start kapitalı verir. Aha, pulla təmin edir yəni. Bəli, elmi fondlar vasitəsilə qrantlar ayırır və deyir ki, buyur, laboratoriyanı qur, araşdırma apar və iqtisadiyyatdan da əlavə pul qazan. Yəni onlara həm azadlıq verilir, həm də o azadlıqdan istifadə etmək üçün alət. Bəs bizdə necə oldu bu proses? Bizim reallığımızda isə bu publik hüquqi şəxsə keçid başqa cür işlədi. Müəllifin iddiasına görə dövlət əslində universitetlərə sadəcə belə bir mesaj verdi. Artıq büdcədən pul istəməyin, başınızın çarəsinə baxın. Amma nazirlik universitetlərə araşdırma aparmaq üçün heç bir əsaslı investisiya vermir. Yəni sən quruma get öz pulunu qazan deyirsən, amma heç biri resurs vermirsən. Tamamilə. Alətsiz, pulsuz, laboratoriyasız bir qurum necə pul qazansın? Bu aydındır. Deməli, bu milyarder bir atanın oğluna milyon verib get şirkət kur deməsi deyil, bu daha çox cibində bir qəpiyi olmayan yeniyetməni küçəyə atıb özünə gün ağla deməyə bənzəyir. Hə, çox yerində təşbihdir. Yaxşı, bəs onda bu universitetlər necə ayaqda qalır? İşıq pulunu, müəllimlərin maaşını necə ödəyirlər? Baxın, məhz bu nöqtədə sistemin ən böyük qüsuru ortaya çıxır. Universitet elm istehsal edib satmırsa, tək bir qazanc mənbəyi qalır, o da tələbədən yığılan təhsil haqqıdır. Təbii ki. Mənbəmiz vurğulayır ki, dünyada reytinqli universitetlərin büdcəsinin çox kiçik bir hissəsi təhsil haqqından gəlir. Onlar pulu hardan tapır? Patentlərdən, sənaye sifarişlərindən, dövlət qrantlarından. Bizdə isə yəqin ki, tərsinədir. Bizdə isə universitetlər demək olar ki, 100% o tələbələrin valideynlərinin min bir əziyyətlə ödədiyi pullardan asılıdırlar. Və məqalədə belə bir dəhşətli rəqəm çəkilir. Yerli universitetlərin büdcəsi xarici yaxşı universitetlərlə müqayisədə düz 100 dəfə azdır. 100 dəfə. Bu dəhşətdir. Eyni zamanda maraqlı bir paradoks da var. Elm və Təhsil Nazirliyinin təqribən 5 milyard manatlıq böyük bir büdcəsi var. Amma müəllif iddia edir ki, bu vəsait ali məktəblərə elmi araşdırmalar üçün yönəldilmir. Əgər sən bir tələbəsənsə və bizi indi dinləyirsənsə, yəni bunu bir anlıq düşün. Sənin bəlkə də ödəmək üçün kredit götürdüyün o təhsil haqqı sənin daha yaxşı laboratoriyada işləməyinə xərclənmir. O pul sadəcə binanın qızdırılmasına, işıq puluna gedir. Və müəllimlərin cüzi maaşlarına. Bəli, təsəvvür edin, mən universitet rəhbəriyəm və büdcəm yalnız o tələbənin pulundan ibarətdir. Mən niyə gedib 100 minlərlə dollar xərcləyib genetik tədqiqat laboratoriyası qurmalıyam? Heç o qədər pulum yoxdur axı mənim. Təbii ki, qura bilməzsiniz. Məgər? Bax, bu da başqa bir dərddir. Məsələn, mən böyük bir kənd təsərrüfatı şirkətiyəm. Niyə gedib universitetə demirəm ki, al bu 1 milyonu, mənə quraqlığa dözümlü yeni buğda növü yarat? Bu boşluq niyə dolmur? Sizin bu sualınız bizi təhsildən çıxarıb birbaşa ölkə iqtisadiyyatının dərin problemlərinə aparır. Məqalə çox vacib bir şeyi ifşa edir. Ölkə iqtisadiyyatının indiki strukturu elmə tədqiqata ehtiyac hiss etmir, yəni tələbat yoxdur. Niyə ehtiyac hiss etməsin ki? Çünki iqtisadiyyat əsasən xam mal ixracına, neft və qaza və ya sadəcə idxala əsaslanır. Əgər sən sənaye məhsulunu xaricdən alıb gətirirsənsə, niyə yerli universitetə milyonlar xərcləyib tədqiqat sifariş edəsən ki? Sənin o dediyin quraqlığa dözümlü buğda heç kimin marağında deyil o zaman. Aha, yəni iqtisadiyyat bunu istəmir.
Bəli, bazar elmdən innovasiya tələb etmədikcə, o başda dediyiniz 50 universitetin qapısındakı innovasiya şöbəsi lövhələri var, ha? Bəli, bəli. Bax, onlar sadəcə dekorasiyadır. Müəllif də bunu deyir. Azərbaycanda əsl tədqiqat və ya innovativ universitet modeli mövcud deyil. Biz qlobal innovasiya reytingində sürətlə geriləyirik. Tələb yoxdursa, təklif süni yaşaya bilməz. Deməli, bu əməlli başlı qapalı bir dairədir. İqtisadiyyat elm tələb etmir deyə, universitet inkişaf etmir, universitet inkişaf etmir deyə, iqtisadiyyat yeni mərhələyə keçə bilmir. Yenə dinləyicimizə müraciət edirəm, bax, sənin o 4 il əziyyət çəkib qazandığın diplomun bazar dəyəri məhz buna görə bu qədər aşağıdır. Əfsuslar olsun ki, belədir. Sən məzun olanda bazar sənə deyir ki, mənə sənin o əzbərlədiyin nəzəriyyə yox, real praktik bacarıq lazımdır. Və o boyda təhsil sistemi belə havada asılı qalır. Yaxşı, indi keçək idarə etmənin buna reaksiyasına. Belə bir vəziyyətdə nə etmək lazımdır? Problemi etiraf etmək. Bəli, aidiyyəti qurumlar çıxıb deməlidir ki, struktur problemimiz var, gəlin düzəldək. Amma Əhmədovun məqaləsində biraz provokativ bir iddia var. Deyir ki, rəhbərlik heç vaxt səhvi özündə görmür. Həmişə günahkar başqasıdır. Yası, müəllimləri nüfuzdan salmaq idisə, indikinin missiyası həm müəllimi, həm alimi nüfuzdan salmaqdır. Amma mən burada bir vəkil rolu oynamaq istəyirəm obyektivlik üçün. Buyurun, əlbəttə. Axı bizim bəzi müəllimlərin müasir elmdən xəbərsiz olması da reallıqdır da. Yəni, hər şeyi idarə etmənin üstünə atmaq ədalətlidirmi? Obyektiv yanaşmadır, hə. Əlbəttə fərdi səriştəsizliklər var. Amma məqalədə vurğulanan şey fərdi yox, sistemli məsuliyyətdir. Baxın, ölkədə hələ də ali təhsilin inkişafına dair bir dövlət strategiyası yoxdur. Heç bir proqram yoxdur. Bir dövlət proqramı belə yoxdur. Və bəlkə də ən böyük absurd, ölkədə ali təhsil haqqında qanun yoxdur. İllərdir qəbul edilmir. İndi siz təsəvvür edin, qanunu, strategiyası, pulu olmayan sistemdə müəllim tək başına necə möcüzə yaratsın? Hə, bax bu doğrudan da biraz futbol məşqçisi məsələsinə bənzəyir. Təsəvvür edin, komandaya yeni məşqçi gətirirsiniz. Aha. Amma o məşqçi oyunçulara heç qaydaları öyrətmir, yaşıl meydançı vermir, hətta məşqə top belə gətirmir. Sonra komanda çıxıb maçda 10-0 uduzanda, məşqçi mətbuata deyir ki, bizim oyunçular fərsizdir də, qaçmağı bacarmırlar. Çox dəqiq analogiyadır. Axı sən o meydançanı verməmisənsə, o tək başına necə qol vursun? Əgər dövlət idarəçiliyi obyektiv təhlil aparmırsa, qərarlar imitasiyaya əsaslanırsa, onda bu günahlandırma oyunu sadəcə sonsuz bir tamaşadır. Yəni, keçən 25 ildə necə yerimizdə saymışıqsa, növbəti 25 ildə də eyni yerdə qalacaq. Bəli, idarə etmədə səlahiyyət kimdədirsə hesabatlılıq da onda olmalıdır. Laboratoriyası olmayan müəllimdən sən qlobal innovasiya tələb edə bilməzsən. Müəllifin xəbərdarlığı aydındır. Bu inkar vəziyyəti davam etdikcə böhran daha da dərinləşəcək. Və bu böhran bizi çox kritik bir nöqtəyə gətirir. Bizi dinləyən dəyərli dostumuz, gəlin bütün bu danışdıqlarımızı toplayaq. Niyə bunu dinləmək sizin üçün bu qədər vacib idi? Çünki bu, hər kəsin şəxsi həyatına təsir edir. Tam olaraq. Universitetlərimizin sadəcə o büdcəni təhsil haqqı ilə dolduran, köhnə bilikləri təkrarlayan, belə diplom maşınlarına çevrilməsi abstrakt dövlət problemi deyil. Bu, sizin sabah iş tapıb tapmayacağınızı müəyyən edən reallıqdır. Əgər elm yoxdursa, iqtisadiyyat köhnəlir axı. Və iqtisadiyyat köhnəlirsə, sizin insan kapitalınız dəyərsizləşir. Sonda, mən istəyirəm ki, məqalənin o çərçivəsindən biraz kənara çıxaq. Sizi yeni bir sualla baş-başa buraxmaq istəyirəm. Çox maraqlıdır. Buyurun. Əgər yerli universitetlərimiz hazırki formatında, yəni yalnız möhürlü diplom satıb pul qazanan qurumlar kimi qalmağa davam edərlərsə, gələcəkdə onları nə gözləyir? Təsəvvür edin, elə bir dövrə giririk ki, süni intellekt artıq bilikləri saniyələr içində emal edir. Düzdür. Üstəlik, Harvard, Stanford kimi dünyanın ən nəhəng universitetləri öz dərslərini bəzən tamamilə pulsuz şəkildə onlayn olaraq bütün dünyaya açırlar. Belə bir qlobal rəqabət mühitində növbəti 10 ildə bu köhnə kitabları oxudan yerli universitetlər öz mövcudluqlarını ümumiyyətlə necə qoruya biləcəklər? Bəlkə də məsələ onların reytingdə aşağı olması deyil, ümumiyyətlə təhsil bazarından silinmələridir. Sizin bu son fikriniz, bilirsiniz, idarədicilərin görməzdən gəldiyi ən böyük problemdir əslində. Zaman bizim xeyrimizə işləmir və inanın ki, dünya bizim o təhsil forumlarımızı gözləməyəcək. Tam razıyam.
Çox sağ olun ki, bugün mənbəmizi bizimlə birgə belə dərindən təhlil etdiniz. Ümid edirəm ki, bugünkü müzakirəmiz sizi düşündürə bildi. Hər zamanki kimi pərdə arxası mexanizmləri anlamaqdan, o niyə və necə suallarını verməkdən heç vaxt çəkinməyin. Yeni mövzularda görüşənədək hələlik.